Çünki Əbəlfəz Hüseyndən ayrı düşməz. Yəqin ki, deyib Hüseyni hara gedirəm. Gəldilər Hüseyni çağırdılar. Hüseyn əleyhissalam gəldi, gördü xanım Zeynəb də ağlayır. Ümmülbənin ağlayır. Üzün tutdu Ümmülbəninə, üz tutub Ümmülbəninə. Dedi, olma nigaran. Ağlayıb Zeynəbimin göz yaşını eyləmə qan. Ağlama Ümmülbənin. Zeynəb qan ağlayır. İstəmirəm Zeynəb ağlasın. Tutdu üzün Ümmülbəninə. Mən bilən olsa, gedib Şəmi tapıb pərvanə. Mən elə bilirəm bir yer var, ora gedib. Səncə hara gedər? Mən bilən olsa, gedib Şəmi tapıb pərvanə. Olun amadə, gedək Qüssəli qəbristanə. Ola bilsin gedib Bəqiyyə Əbəlfəz, gecə vaxtı. İndi hamı yığışıb. Həsən mən siz bura gəldin, bu gecə ay qardaş, başımı qoy sinəmin üstünə, lay lay qardaş, nənəmin aşiqisən, qeyrətivə mən qurban, toz torpağa batan surətivə mən qurban. Dil götürdü Hüseyn Əbəlfəzin üzündə olan toz torpağı təmizlədi. Əbəlfəz çox dəyərli bir insan. Həzrəti Əbəlfəz dünyaya gələndə xəbər göndərdilər Əliyə ki, Əbəlfəz dünyaya gəlib, gedin Əleyhisselamı çağırın. Əli əleyhissalam qaça-qaça gəldi ki, Əbəlfəzə gəlsin, görsün. Deyir, gəldi, gördü Ümmülbəninin yanındadır. Ümmülbənindən uşağı aldı. Qolun çırmaladı Ümmülbənindən alandan sonra. Əbəlfəzin başladı qollarından öpməyə. Dedi, niyə öpürsən? Balamın nöqsanı yoxdur axı, niyə öpürsən? Dedi, vallah gün gələcək, bu qollar Hüseynə görə veriləcək. Bu qollar kesiləcək. Əbəlfəzi çox istəyirdi. Hələ Kərbəla günü idi, Həzrəti Əbəlfəz dözə bilmirdi. Gəldi, dayandı İmam Hüseyn əleyhissalamın yanında. Dedi, qardaş icazə verirsən gedim, dözə bilmirəm. Dedi, get. Get qardaşım. Deyir, getdi mübarizəyə. Gedəndən sonra bir də onu eşitdilər, bir səs gəlir o tərəfdən. Ya əxa, qardaş. Deyir, İmam Hüseyn xanım Zeynəbə üzün tutdu. Dedi, deyəsən bu Əbəlfəzin səsidir. Dedi, bəli, qardaş, Əbəlfəzin səsidir. Deyir, gəldi, çatdırdı özünü Əbəlfəzə, gördü Əbəlfəz yıxılıb, amma